Bilmirəm zamanında səyahət eləmək üçün hər hansı bir icad artıq kəşf olunub ya yox, ancaq qoxuların belə bir xüsusiyyəti olduğunu öz fikrimə görə iddia edə bilərəm. Yəqin ki, siz də fikir vermisiniz ki, qoxuları hiss etdikdə bizi fərqli-fərqli zamanlara, fərqli-fərqli xatirələrə aparır. Bəzi qoxular beynimizdə xoş xatirələr oyadır, bəziləri isə pis, amma hər bir halda xatirələr oyadırlar. Və hətta bəzən müəyyən qoxunu aldığımızda həmin qoxunu ilk dəfə hiss etdiyimiz və yaxud da daha intensiv hiss etdiyimiz bir anı birə-bir beynimizdə canlandıra bilirik. Və yaxud da otururuq bir yerdə kimləsə söhbət edirik və ya həyatın hər hansı bir dilimində, hər hansı bir fazasında bir şey etdiyimiz anda qəfil nə isə yadımıza düşür və öz-özümüzə sual veririk ki, görəsən bu hardan mənim yadıma düşdü? Axı mən heç bu barədə düşünmürdüm. Ancaq biraz fikirləşəndə görürük ki, həmin anda eşitdiyimiz, daha doğrusu həmin anda hiss etdiyimiz qoxunu bu anda yenə hardasa hiss etdik və beynimizdə o köhnə xatirələr canlandı. Bu çox bir maraqlı bir hadisədir. İndi isə bunun necə baş verdiyini izah etməyə çalışmaq istərdim. Belə ki, qoxu və ümumiyyətlə burun beyinlə çox möhkəm əlaqədə olan bir orqandır. Və qoxunu aldığımız hissə beynin ön tərəfində yerləşən qoxu reseptorlardır. Yəni reseptor dedikdə müəyyən məlumat alıcı molekullardır. Bu qoxu molekullarını həmin bu reseptorlar alandan sonra direkt beyinə ötürürlər təbii ki. Ancaq digər duyğulardan fərqli olaraq bu qoxular direkt limbik sistemə gedir. Limbik sistem beynin orta hissəsində yerləşən, hardasa beyni ortadan kəssək, orta hissəsində yerləşən bir sistemdir və iki yerə ayrılır: hipokampus və amigdala. Hipokampus xatirələrə cavabdeh olan bir hissədir, yəni yaddaşa. Amigdala isə hisslərə, emosiyalara cavabdeh olan hissədir. Yəni bura sevinç hissləri də aiddir, qorxu hissi də aiddir. Və sırf qoxu hissi də məhz beyin, daha doğrusu ilk öncə burnun ön hissəsindəki qoxu reseptorlarından qəbul olunduqdan sonra direkt limbik sistemə ötürülür və nəticədə qoxu ilə bərabər həmin sistemdə xatirələr də, o xatirələrlə əlaqəli emosiyalar da birdən-birə canlanmağa başlayır. Məhz buna görə də qoxuların zaman yolculuğu effekti ortaya çıxır.